Salam dəyərli izləyicilər. İndi sizə 16 mart 2025-ci il tarixində OTK tərəfindən keçirilmiş 8-ci sinif buraxılış sınaq imtahanının riyaziyyat suallarının izahatını verəcəm. Kanala abunə olmağı və videoları bəyənməyi unutmayın. Onlayn və yeni şəkildə hazırlar üçün 055 298 26 89 nömrəsindən WhatsApp-a yaza bilərsiniz. Başlayaq ilk sualdan. 31-ci sual. Tənliklər sistemindən x plus y cəmini tapın. Baxırıq. Tərəf-tərəfə toplasaq alınacaq 9x plus 9y bərabər alınacaq 9-a. Hər tərəfi 9-a bölsək x plus y alınır 1. Yəni doğru cavab A variantı. 32-ci sual. Rombun diaqonallardan biri ilə tərəfi arasındakı bucaq 42 dərəcəyə bərabərdir. Bu rombun böyük bucağını tapın. Deməli, romb çəkməliyik. Bu olsun bizim rombumuz. Diaqonalın birini çəkirik. Diaqonalın birini. Və deyir ki, diaqonallardan biri tərəfi ilə 42 dərəcədə bucaq əmələ gətirir. Yəni, bura 42 dərəcədir. Yəni, rombun diaqonalı çıxdığı bucağı yarıya bölür. Buraya 42 dərəcədirsə, burada olacaq 42 dərəcə. Baxırıq, rombun iki bucağı 42 dərəcə, üstəlik 42 dərəcə, təbəl 84 dərəcəyə. Kör bucağı soruşur. Kör bucaq, yəni buranı soruşur. Buraya x deyirik. Biz bilirik ki, rombun bir tərəfinə bitişik bucaqların cəmi 180-dir. Yəni, x ilə 84-ün cəmi bərabərdir 180 dərəcəyə. X buradan bərabərdir. 180-dən 84 çıxanda 96 dərəcə. Deməli, kör bucağı olacaq 96 dərəcə. Doğru cavab D variantı. Böyük bucaq soruşur, o da kör bucaqdır. 33-cü sual. Düz bucaqlı 3 bucağın katetlərdən birinin uzunluğu 7 sm, hipotenuza çəkilmiş medianın uzunluğu isə 12,5 sm bərabərdir. 3 bucağın digər katetini tapın. Düz bucaqlı 3 bucaq çəkirik. Düz bucaqlı 3 bucaq. Biz bilirik ki, düz bucaqlı 3 bucaqda düz bucaq təpəsindən çəkilmiş median özü hipotenuzun yarısına bərabərdir. Yəni, median olduğu üçün hipotenuzu yarıya bölür, özü də hipotenuzun yarısına bərabərdir. Hipotenuzun yarısına bərabərdir. Yəni, bura M deyirik. İndi, medianı verib 12,5. Bura 12,5 isə, bura olacaq 25. Katetin biri 7 verib, digərini soruşur, digərinə x deyirəm. İndi, Pifagor teoremini tətbiq eləsək, katetlərin kvadratları cəmi bərabərdir hipotenuzun kvadratına. X kvadrat plus 49 bərabərdir 625-ə. X kvadrat bərabərdir 576-ya. X alınır 24. Yəni, doğru cavab burada B variantı. Keçən növbəti 34-cü sual və sual belədir. A və B çoxları üçün B çıxanın element sayısını soruşur, nəyə bərabərdir? İndi baxırıq. Hər ikisində ortaq elementlər A var, sonra C var, bir də D var. Yəni, B çıx o deməkdir ki, yalnız B-yə daxil olsun. Yəni, B çıx A-nın element sayısını soruşur burada birinci. İlk növbədə biz B çıx A çoxluğunu yazmalıyıq. B çıxa Y F-dir. Y F. Element sayısı olacaq 2 dənə. Y və F-in özü. Yəni, doğru cavab D variantı. 35-ci sual. O mərkəzi çevrədə bucaq COD 3A üstəlik 32 dərəcə və bucaq AOB 7 alfa olarsa, o AB bucağını deyir tapın. Biz bilirik ki, bunlar qarşılıqlı bucaqlardır. 7A bərabərdir 3A üstəlik 32 dərəcə, 4A bərabərdir 32 dərəcəyə, A alır buradan 8 dərəcə. A 8 dərəcədir. İndi, bu çevrədə OA da, OB də radiusdur. Yəni, burada R, burada R. Radius olduğu üçün OAB bərabər yanlı üçbucaqdır. Buraya x desəm, burada x olacaq. Yəni, oturacağı bitişik bucaqlar bərabərdir. X üstə gəldi, x üstə 7 alfa bərabərdir 180 dərəcəyə. A-mız, yəni alfamız nədir? Alfamız 8 dərəcədir. 2x üstə gəldi, 7 vur 8 dərəcə bərabər 180 dərəcəyə. Hər birini 2-yə bölsək, x plus burada alınacaq 28 dərəcə, burada alınacaq 90 dərəcə. X bərabərdir 90-dan 28 çıxsaq, 62 dərəcə alınacaq.
Yəni 35-də doğru cavab C variantı. 36-cı sual. Aşağıdakı nöqtələrdən hansı funksiyanın qrafiki üzərində deyil? Baxaq, A nöqtəsi, daha doğrusu A variantında P nöqtəsi verilib. X-i -1-dir. X-in ilə -1 yazırsaq burada, X-in ilə -1 yazsaq, nəticə alınır 6. 6 da verir. Bu doğrudur. Sonra B variantında K nöqtəsi X-i verir -2,5. -2,5 X-in ilə yazsaq 0 alınır. 0 da verilir. Bu da doğrudur. C-də X-in yerinə -2. X-in ilə -2 yazsaq, -8 plus 10 yenə 2. 2 də verib, doğrudur. D variantında X-in yerinə 0 verib. X-in yerinə 0 yazanda 10 alınır, amma bu 14 verilib. Yəni bu həmin funksiyanın qrafik üzərində deyil. Y variantı X-i verib 3. X-in yerinə 3 yazanda cavab 22 alınır. Bu da doğrudur. Yəni cavabımız bura nədir? D variantında verilib. Keçək 37-ci suala. Aşağıdakilərdən hansı 1,32 ədədinin düzgün olmayan kəsr şəklində yazılışlarından biridir? 1,32. 1,32. Bu bərabərdir. Bunu belə yazırıq. 1 tam ixtisar olunur 4-ə, 25-də 8. Bu da bərabərdir 25-də 33. Deməli, doğru cavab B variantı. 38-ci sual. Nöqtədən düz xəttə çəkilən iki maildən biri bu düz xəttlə 63 dərəcəli bucaq əmələ gətirir. Maillərin uzunluğu bərabər olarsa, onlar arasındakı bucağı tapın. Bu düz xəttdir, bu da nöqtədir. Baxın, eyni uzunluqda çəkilib. Eyni uzunluqda çəkilibsə, deməli, biri bu tərəfə, biri də bu tərəfə çəkilməlidir. Və baxırıq ki, eyni uzunluq dediyi üçün bunlar bərabərdir bir-birinə. Burada bərabər yanlı üç bucaq əmələ gətirir. Bura 63 dərəcədirsə, burada olacaq 63 dərəcə. Burada x-dir. Üçbucağın daxili bucaqlarının cəmi 180-dir. X üstə gəl, 126 dərəcə bərabərdir 180-ə. X bərabərdir 180-dən 126 çıxanda 54 dərəcə. Yəni doğru cavab D variantı. 39-cu sual. Sual belədir. Üçbucağın xarici bucağı onun özünə qonşu olmayan daxili bucaqların birindən 45 dərəcə, digərindən isə 36 dərəcə böyükdür. Bu üçbucağın ən böyük daxili bucağını tapın. İndi üçbucaq çəkirəm. Üçbucaq. Bu da xarici bucaq olsun. Bura mən x deyirəm. İndi deyir ki, ona qonşu olmayan daxili bucaqlardan birindən 45 dərəcə, digərindən 36 dərəcə böyükdür. Deməli, bura olacaq x çıx 45 dərəcə. X 45 dərəcə. Burada olacaq x çıx 36 dərəcə. Biz bilirik ki, üçbucağın istənilən xarici bucağı ona qonşu olmayan iki daxili bucağın cəmidir. Yəni, x xarici bucaq buna qonşu olmayan iki daxili bucağın cəmi olacaq. X bərabərdir. X çıx 45 dərəcə. Üstə gəl, x çıx 36 dərəcəyə. Buradan alınır. X bərabərdir. 2x çıxılsın 81 dərəcəyə. Buradan alınır ki, x bərabərdir 81 dərəcənin özü. Yəni, x 81 dərəcədir. X 81 dərəcədirsə, bura olacaq 36 dərəcə, bura olacaq 45 dərəcə, x 81 olduğu üçün. Deməli, burada olacaq neçə? 99 dərəcə. Çünki x 81 isə qonşu bucaqlardır. 180-dən 81 çıxanda 99 dərəcə. Yəni, doğru cavab nədir? Burada D variantında verilib. 40-cı sual. Modulu ən böyük olan ədəd tapın. Ən böyük olan ədəd tapın. Modulu ən böyük olan burada baxan kimi görünür. Doğru cavab olacaq Y variantı. Bunun modulu daha böyükdür. Bunları silirik. Çünki bunların modulu 6 tamdır. 6 tamdır. Bunlar silindi. Burada 7 tam 10'da 1'də 1'dir. Burada 10'da 1'də 3'dür. Burada da 3'dür. İndi burada 3 sonsuz hale getdiyi üçün doğru cavab Y variantıdır. Yəni Y variantı ən böyükdür. 41-ci sual. Dəyişənin hansı qiymətlə kəsirin qiyməti 0-a bərabər olar? Kəsirin qiymətinin 0 olması üçün sürət 0 olmalıdır. Yəni x plus 2x bərabər olmalıdır 0. X-i çıxardan mütərizə xaricində x plus 2 bərabərdir 0-a. Hası 0-sa ən azı biri 0-dır. X bərabərdir 0, x bərabərdir -2. Yəni -2 və 0-da. Doğru cavab C variantı. 42-ci sual.
Çox həllisini vurğulara ayırın. 16 bizə verir 4-ün kvadratı. X4 bizə verir x kvadratının kvadratı. Bu da bərabərdir 4 çıx x kvadrat vurulsun 4 plus x kvadrat. Eyni zamanda 4 nə deməkdir? 2-nin kvadratı çıx x kvadrat vurulsun 4 plus x kvadrat. İndi birinci mütərizəni yazırıq. 2 çıx x 2 plus x şəklində vurulsun 4 plus x kvadrat. Doğru cavab olacaq A variantı 42-də. 43-cü sual. İfadəsinin qiymətini hesablayın. Əvvəlcə buradan kök çıxacaq 14. Kök altında 18 çıx 14. Kök altında 4. Burada cavab çıxır 2. Deməli alınacaq 1 tam 16-da 1 üstə gəl 2. Bu da bizə verəcək 3 tam 16-da 1. Yəni 16-da 49. Buradan kök çıxacaq 4-də 7. 4-də 7 nə deməkdir? 1 tam 4-də 3. Doğru cavab A variantı. 44-cü sual. 132 ədədi 2, 3 və 6 ədədlərlə düzgün hansı hissələrə bölünmüşdür? Alınan ən böyük ədədlə ən kiçik ədədin fərqini soruşur. Deməli, biri 2K-dır, biri 3K-dır, biri də 6K-dır. Bunların cəmi, bunları toplasaq 11K. Bərabərdir 132-yə, K alınır 12. İndi deyir ki, ən böyüklə ən kiçiyin fərqi. Yəni, bu ikisinin fərqini soruşur. Bu ikisinin fərqi 6K-dan 2K-nı çıxıram, 4K. K 12 olduğu üçün 4 dəfə 12 nəticə olacaq 48. Doğru cavab A variantı. 45-ci sual. Düzbucaqlı koordinat sistemində -2n nöqtəsi verilmişdir. O, Y oxuna nəzərən bu nöqtəyə simmetrik olan nöqtənin koordinatları cəmini tapın. Hansı oxa görə deyirsə, həmin ox sabit qalır. Digəri işarəsini dəyişir. Y oxuna görə dediyi üçün Y sabit qalacaq. N qalacaq yerində. Absis -2-dir, işarəsini dəyişəcək, olacaq müsbət 2. 2 və n olacaq yeni nöqtə. Buna da B deyirəm. Bunun koordinatları cəmi 2 plus n. Doğru cavab B variantı. 46-cı sual. Perimetri 32 kökdə 2 olan kvadratın diagonalı tapın. Perimetr 4A-ya bərabərdir. 4A bərabərdir 32 kökdə 2. A bərabərdir 8 kökdə 2. Kvadratın diagonalı tərəfin kökdə 2 mislidir. Yəni A kökdə 2. 8 kökdə 2 vur kökdə 2. 8 vur 2. Nəticə olacaq 16. Yəni doğru cavab 16-dır. 47-ci sual. İki düz xəttin kəsişməsindən alınan bucaqlardan ikisinin cəmi 140 dərəcədir. Bu bucaqlara qonşu olan bucağın dərəcə ölçüsünü tapın. İki düz xətt kəsişir. İki düz xətt kəsişirsə bucaqların cəmi ya 180 olacaq ya da fərqli. Fərqlidirsə deməli onlar qarşılıqlı bucaqlar olacaq. Qonşu bucaqlar ola bilməz. Baxırıq cəmi 140 verib. Cəmi 140 veribsə deməli onlar qarşılıqlı bucaqlardır. Yəni bu bucaqların cəmi verib 140. Deməli hər biri olacaq 70 dərəcə, 70 dərəcə. Bunlara olan qonşu olan bucaqlar baxın buradır. Burada x deyirəm. X ilə 70-in cəmi bərabərdir 180-ə. X bərabərdir 180-dən 70 çıxana 110 dərəcə. Yəni doğru cavab burada 110 dərəcəyə bərabərdir. 48-ci sual. Bir həddisin dərəcəsi 27-yə bərabərdir. Eni tapın. Bir həddisin dərəcəsi dəyişənlərin qüvvətləri cəmidir. Yəni 2n plus 3 bərabərdir 27-yə. 2n bərabərdir 24. N bərabərdir 12. N 12-dir burada. 49. 8 vurulsun 2 rəqəmli AB ədədi bərabərdir 3 vurulsun 2 rəqəmli BA ədədi olarsa A plus B cəmini tapın. 8 vurulsun AB-ni yazırıq bu şəkildə. 10A plus B. 3 vurulsun o birisi də 10B plus A deməkdir. 80A üstə gəl 8B bərabərdir 30B üstə gəl 3A. 3A. 80A'dan 3A'nı çıxmalıyıq. 80A çıx 3A. 30B'dən də 8B'ni çıxmalıyıq. 77A bərabər 22B'yə. 11-ə iqtisar eləsək 7A bərabər 2B. 7A 2B'yə bərabər. Deməli A'mız 2K'dır. B'miz də 7K'dır. K burada ancaq 1 ola bilər. Çünki burada A da B də rəqəmdir. Mən K'nın yerinə 2 yazsam 7 dəfə 2 14. B olur ədəd, rəqəm yox. Orada K ancaq 1-dir. K 1-dirsə A 2-dir, B də 7-dir. A plus B cəmi soruşduğu üçün 2-yə 7-nin cəmi cavab olacaq 9.
Yəni 49-a cavab 9-dur. 50-ci sual. 2 ardıcıl ədədin ən kiçik ortaq bölünəni 20-yə bərabərdir. Bu ədədlərin kiçiyini tapın. Deməli, birinə n deyirəm, digərinə n plus 1. 2 ardıcıl ədəd qarşılıqlı sadədir. Qarşılıqlı sadə ədədlər olduğu üçün onların əlçovu onların hasilinə bərabərdir. Yəni n ilə n plus 1-in n plus 1 bərabərdir nəyə? 20-yə. Burada alınır ki, n kvadrat plus n bərabərdir 20-yə. N kvadrat plus n çıx 20 bərabərdir 0. Bu da n plus 5, n çıx 4 deməkdir. Bərabər 0. Hansı 0-sə ən azı biri 0-dır. Buradan n alınır mənfi 5, buradan n alınır 4. Təbii ki, bizə müsbət 4 lazımdır, müsbəti lazımdır. Biri 4-dür, digəri də 5-dir. Ən kiçiyi soruşduğu üçün cavab 4-də bərabərdir. Yəni doğru cavab burada 4-də bərabərdir. 51-ci sual. A-nin B-nin nisbətini verib 7 bölü 3 olarsa, A çıxı B ədədi A plus B ədədinin neçə faizini təşkil edir? Deməli, A 7K-dır, B də 3K-dır. Bunların fərqi A çıxı B 4K-dır, cəmi A plus B isə 10K-dır. Nisbətləri yazacağım. 4K, 10K-nın hansı hissəsi? Birinci onu tapıram. K-lar gedir. 5-də 2 hissəsidir. 5-də 2 hissəni faizə çevirsəm, bu da olacaq 100-ə vuranda 5-də 2 vurulsun 100%, nəticə olacaq 40%. Deməli, A çıxı B ədədi A plus B ədədinin 40%-ni təşkil edir. 52-ci suala baxırıq. X-in hansı qiymətində tərəfləri x plus 6 vaid və x plus 12 vaid olan paraqamın perimetri onun kiçik tərəfindən 5 dəfə böyük olar. İndi buna baxaq. Deməli, x plus 6 tərəfləri x plus 6 və x plus 12. Deməli, burada nə edəcəyik? Perimetr nə deməkdir? 2 vurulsun, tərəflərin cəmi x plus 6, x plus 12. Bu perimetrdir. Dedik, perimetri onun kiçik tərəfindən 5 dəfə böyükdür. Bərabər 5 vurulsun, kiçik tərəfdə x plus 6-dır. x plus 6. İndi baxaq. x, 2x, 2-yə vuranda 4x. 6, 12, 18, 2-yə vuranda 36. Bərabərdir 5x, 30. Bura nə alır? 5x çıx 4x bərabərdir 36 çıx 30-a. X bərabərdir 6. Deməli, x-in 6 qiymətində. Doğru cavab burada 6-dır. 53. M parametrin hansı qiymətində tənliyin kökləri cəminin kökləri hasilə nisbəti 5-ə bərabərdir. Deməli, tənliyin kökləri cəmi. Tənliyin kökləri cəmi. Çevrilmiş qıra tənlik olduğu üçün ikinci həddin əmsalının əksi. Yəni 2m plus 3-dür. Kökləri hasil isə sərbəstdir. Yəni m çıx 6-ya bərabərdir. İndi kökləri cəmi 2m plus 3-ün kökləri hasilə nisbəti m çıx 6-ya nisbəti 5-ə bərabərdir. 2m üstə gəl 3 bərabərdir 5m çıx 30. Buradan da alınır ki 33 bərabərdir 3m, m çıxır 11. M 11-ə bərabərdir. 54-cü sual. Diaqramda məktəbin 8-ci siniflərdə riyaziyyat fənnindən keçirilən monitorinqdə iştirak edən şagirdlərin sayı və onların topladığı ballar haqqında məlumat verilmişdir. Nəticənin uğurlu olması üçün şagird ən azı 31 bal toplamalıdır. Ən azı 31. Şagirdlərin 82% uğurlu nəticə göstərmişdirsə, monitorinqdə neçə şagird iştirak etmişdir? İndi baxaq. Uğurlu olması üçün baxın, bunlara baxmaq lazımdır. Bunlar uğurludur. Deməli, 31-60 arasında uğurlu onların sayı A plus 3-dür. A plus 3. 61-80, 22 nəfər. 22. Üstəyə gəl, 81-100 arasında da 7 nəfər uğurludur. 7 nəfər uğurlu. Bunlar uğurludur. Yəni, nə deməkdir? A üstəyə gəl, 3, 7, 10, 32 nəfər. Uğurlu olanların sayı oldu neçə? A üstəyə gəl 32 nəfər. Və uğurların faizi neçədir? 82%. 82% uğurludur. Yerdə qalır 18% uğursuz. Uğursuz olanlar isə 0-30 arasında bal toplayanlardır. A nəfərdir. A. Bu düz mütənasibdir. A plus 32-nin 82-yə nisbəti bərabərdir A-nın 18-ə nisbəti. 2-yə ixtisar eləsək burada 2-yə 9, burada 41. İndi çarpaz vuraq, gör nə alınır. 9A üstə 9 vur 32 bərabərdir A vurulsun 41-ə.
9 vur 32 bərabərdir. 41A-dan 9-a çıxanda 32A. Deməli, A bərabərdir. 32-lər ixtisar gedəcək. A 9. A 9 nəfərdir. Deməli, A-nın tapdı 9. İndi A 9-dursa, deməli, bura baxırıq. A 9-sa, bura 9. Burada neçə? 41. 41 ilə də 9-un cəmi nəticə olacaq 50. Monitoringdə 50 nəfər iştirak edib. 55-ci və sonuncu sualımız. Sual belədir. Oturacaqların uzunluğu fərqi 15 sm, orta xətti 17,5 sm bərabər olan trapesiyanın böyük oturacağının uzunluğunun kiçik oturacağının uzunluğuna olan nisbətini tapın. Deməli, oturacaqlara A və B desək, orta xətt cəmlərinin yarısıdır. Orta xətti verir 17,5. Oturacaqların fərqi də 15-dir. Yəni A çıx B də 15-ə bərabərdir. Buna nə alınır? A plus B bərabərdir. 2-ni 17,5-ə vuranda 35. Deməli, A plus B 35-ə bərabərdir. Təhlükə sistemi toplasam 2A bərabərdir 50-yə. A alınır 25. A 25-dirsə B də alınacaq 10. İndi deyir ki, böyük oturacaq, kiçik oturacağın nisbətini soruşur. 25-in 10-a nisbəti. Olacaq 2,5. Doğru cavab burada 2,5-ə bərabərdir. Sualların izahı bu qədər. Kanala abunə olmağı və videoları bəyənməyi unutmayın.